Salam əziz izləyicilər. Bugünkü mövzumuz Qarabağda qış turizmi, imkanlar və perspektivlərdir. Qarabağ yalnız tarixi və qəhrəmanlığı ilə yox, həm də təbiətinin füsunkarlığı ilə Azərbaycanın ən böyük sərvətlərindən biridir. Xüsusilə qış mövsümündə bu bölgə tam fərqli bir simaya bürünür və böyük turizm potensialı ortaya çıxır. Qar yağanda Qarabağ sanki nağıllar aləminə çevrilir. Dağlar ağ libasa bürünür, meşələr sükuta qərq olur, şəhər və kəndlərdə tam fərqli bir aura yaranır. Qış turizmi dünyada ən gəlirli turizm sahələrindən biridir və Qarabağ bu sahədə söz sahibi ola biləcək regionlardan biridir. Bu mövzu vacibdir, çünki biz Qarabağ yalnız keçmişin xatirəsi kimi deyil, həm də gələcəyin inkişaf mərkəzi kimi baxmalıyıq. Gördükləriniz də sadəcə qar deyil, bu Qarabağın qış nəfəsidir. Bu dağlar indi sükutdadır, amma çox yaxın zamanda dünyanın diqqətini çəkə biləcək turizm xəzinəsinə çevrilə bilər. Bir maraqlı faktla başlayaq. İsveçrədə ilk xizək mərkəzləri qurulanda heç kim inanmazdı ki, bir gün bu kiçik dağ kəndləri milyardlarla dollar qazanan turizm brendinə çevriləcək. Amma çevrildi. Niyə? Çünki onlarda vaxtı ilə yalnız üzərinə qar yağan dağlar idi. Qarabağ isə bundan heç də geri qalmır. İndi gözünüzün önünə gətirin qarlı Laçın yolları, dumana bürünmüş Kəlbəcər, ağ libaslı Şuşa. Bu mənzərələr təkcə göz oxşamır. Gələcək qazancın inkişafının xəritəsidir. Qarabağın coğrafiyası qış turizmi üçün olduqca əlverişlidir. Yüksək dağlar, geniş meşə zolaqları, təmiz hava və uzun müddət qalan qar örtüyü bu bölgəni təbii qış kurortuna çevrilə bilər. Kəlbəcər, Laçın, Şuşa ətrafı ərazilər relyef baxımından xizək turizmi üçün çox uyğundur. Burada yalnız əyləncə deyil, sağlamlıq turizmi də inkişaf edə bilər. Dağ havası, mineral sular və təbii sakitlik insan üçün əsl istirahətdir. Qış turizmi Qarabağ üçün real iqtisadi fayda deməkdir. Bu sahə yerli əhali üçün iş yerləri yaradır, kiçik sahibkarlığı canlandırır, regiona investisiya cəlb edir, Qarabağın sosial həyatını dirçəldər. Turizm inkişaf etdikcə kəndlərdə həyat canlanar, insanlar öz torpaqlarında işləyib qazana bilərlər. Qarabağda qış turizmi deyəndə yalnız xizək sürmək nəzərdə tutulmur. Burada müxtəlif fəaliyyətlər mümkündür. Dağ xizəyi və snowboard, qarlı dağlarda piyada yürüşləri, qış foto və video turları, atçılıq və qarlı təbiətdə safari turları, həmçinin ekoturizm və qış düşərgələri. Bu fəaliyyətlər həm yerli, həm də xarici qonaqları cəlb edə bilər. Xüsusilə Qarabağın təbii görüntüləri sosial şəbəkələrdə və YouTube üçün çox cəlbedici kontent yarada bilər.
Qarabağın qış potensialı təsadüfi deyil. Burada qar uzun müddət qalır, relyef həyəcan vericidir, hava təmizdir, su mənbələri boldur. Yəni bir xizək mərkəzi üçün lazım olan hər şeyi təbiətin özü tərəfindən artıq hazırlanıb. Dünya praktikasından daha bir maraqlı nümunə. Gürcüstanda Qudauri vaxtilə sadəcə hərbi yol üzərində bir dayanacaq idi. Bugün isə Qafqazın ən məşhur kurortlarından biridir. Qarabağ isə həm təbiət, həm tarix, həm də emosional dəyər baxımından ondan qat-qat güclüdür. Bəs Qarabağda qışda nə etmək olar? Təkcə xizək sürtmək yox. Dediyim kimi qarlı meşələrdə yürüyüş, fototurlar, dron çəkilişləri, qış düşərgələri, at belində qarlı dağ keçidləri. Bunlar Avropada ayrıca tur paketləri kimi satılır. Qarabağda isə hamısı bir bölgədə mümkündür. Sizə qısa bir hekayə də danışım. Norveçdə bir kənd vardı, Flam idi adı, Flam. Orada bir zamanlar yalnız balıqçılıq vardı. Qışda isə həyat dayanırdı. Sonradan kimsə dedi ki, bu qar bizim düşmənimiz yox, sərvətimizdir. Bugün Flam qış turizmi ilə bütün Avropaya tanınır. Qarabağ üçün də eyni dönüş nöqtəsi mümkündür. Turizmin inkişafı üçün əsas şərt infrastrukturun qurulmasıdır. Yolların qış şəraitinə uyğun olması, dağ yollarda təhlükəsizlik, otellər, istirahət mərkəzləri, xizək bazaları, bələdçi xidmətləri, bunlar hamısı vacibdir. Hazırda Qarabağda böyük bərpa və quruculuq işləri aparılır və bu proses baza yaradır. Düzgün planlama ilə Qarabağın yaxın illərdə Cənubi Qafqazın əsas qış turizm mərkəzlərindən birinə çevrilə bilər. Şuşa təkcə mədəniyyət paytaxtı deyil, eyni zamanda qış turizmi üçün simvolik məkandır. Qarlı Şuşa qalası, Cıdır düzü qışda tamam fərqli gözəllik təqdim edir. Kəlbəcər mineral suları və dağ relyefi ilə qış sanatoriya və xizək mərkəzləri üçün idealdır. Laçın dağ keçidləri və panoramik mənzərələri ilə ekstremal turizm üçün çox uyğundur. Ağdam və Füzuli ərazilərində isə qış turizmi ilə yanaşı tarix və müasir şəhər turizmi də birləşdirilə bilər. Şuşa, Kəlbəcər, Laçın bu adlar artıq təkcə tarix kitablarında yox, gələcək turizm xəritələrində də yer almalıdır. Şuşada qarlı qala divarları fonunda keçirilən qış festivalları təsəvvür edin. Bu sadəcə tədbir deyil, ölkənin imicidir. Əlbəttə ki, bunun üçün infrastruktur lazımdır. Dediyim kimi yollar, təhlükəsizlik, otellər, bazalar. Amma unutmayaq, Qarabağda bugün qurulan hər yol sabah gələcək turist axınının bünövrəsidir. İqtisadi tərəfi isə daha maraqlıdır. Qış turizmi təkcə görüntü yaratmır, pul gətirir. Yerlinin məhsulu satılır, bələdçi iş tapır, gənclər bölgəni tərk etmir, əksinə ora qayıdır. Turizm bəzən bir kəndi xəritəyə salmağa kifayət edir. Bir faktı da əlavə edim, dünyada qış turizmi gəlirlərinə görə yay turizmi ilə artıq eyni səviyyəyə çatıb. Yəni Qarabağ bu bazara daxil olsa, söhbət yalnız gözəllikdən yox, real iqtisadi gücdən gedəcək. Düzgün strategiya ilə Qarabağ brendinə qış turizmi anlayışı əlavə oluna bilər. Beynəlxalq yarışlar, qış festivalları, dağ xizək turnirləri təşkil etmək mümkündür. Qarabağ təkcə müharibə ilə deyil, qış gözəlliyi ilə də dünyaya tanıdılmalıdır. Bu həm ölkəmizin imici, həm də gələcək nəsillər üçün böyük qazancdır. Qarabağa yalnız yazın və yayın gözəlliyi ilə
Baxmaq düzgün olmaz. Qarlı Qarabağ ayrı bir aləmdir. Səssiz, əzəmətli və heyran edici. Qış turizmi bu gözəlliyi dünyaya göstərmək üçün böyük fürsətdir. Əgər bu potensialdan düzgün istifadə etsək, Qarabağ təkcə tarixi deyil, həm də turizmi ilə qürur mənbəyimiz olacaq. Və ən vacibi, Qarabağ qış turizmi yalnız biznes deyil, o həm də mədəniyyət, tarix və təbiətin bir yerdə təqdimatıdır. Buraya gələn insan təkcə qar görmür, Qarabağın ruhunu hiss edir. Sonda bir sual qoyum ortaya. Əgər İsveçrə öz dağlarından dünya brendi yarada bildisə, Qarabağ niyə bunu etməsin? Bu dağlar artıq susmur, onlar gələcəkdən danışır. Sadəcə dinləməyi bacarmaq lazımdır. Və burada çox maraqlı bir sual yaranır. Qar Qarabağ üçün problemdir yoxsa üstünlük? Bir tərəfdən qar yolları bağlayır, hərəkət çətinləşdirir, tikintini ləngidir. Amma digər tərəfdən elə bu qar olmasa, qış turizmi də olmazdı. Yaponiyada Hokkaido adası var. Orada ildə 10 metrə yaxın qar yağır. Bir vaxtlar bu bölgəni əlçatmaz sayırdılar. Bugün isə dünyanın ən məşhur qış turizm mərkəzlərindən biridir. Yəni qar bəla deyil, düzgün baxanda sərvətdir. Qarabağ üçün də məsələ eynidir. Əgər qar yalnız çətinlik kimi görülürsə, o həmişə problem olacaq. Amma inkişaf vasitəsi kimi baxsaq, o zaman qar yolları bağlayan yox, imkanları açan amilə çevriləcək. Qarabağda qar təbiətin yaratdığı pulsuz reklamdır. Sadəcə bunu görmək lazımdır. İndi isə gələk məsələnin ən dərin tərəfinə. Qarlı Qarabağ bir ruhdur, bir simvoldur. Qar hər yeri örtür, amma izləri silmir. Əksinə Qarabağın ağ örtüyü onun keçmişini daha da ucaldır. Dünyada elə yerlər var ki, insanlar ora sadəcə istirahət üçün yox, hiss etmək üçün gedir. Məsələn, Yaponiyada, Alplarda qışda insanlar səssizlik turizmi deyilən bir anlayış üçün gəlirlər. Səs yox, söz yox, yalnız təbiətə tək qalmaq üçün. Qarlı Qarabağ da bu gücə malikdir. Burada sükut var, amma boşluq yoxdur. Burada ağlıq var, amma soyuqluq yoxdur. Spuru Qarabağ qış turizmini adi bir istirahət yox, fərqli bir təcrübəyə çevrilə bilər. Çünki bura gələn insan yalnız şəkil çəkməyəcək, o Qarabağı hiss edəcək. Və əgər bu qarlı səyahət xoşunuza gəlibsə, videonu bəyənməyi unutmayın. Çünki bəyənmə düyməsi də qışda üşüyür. Biraz isinməyə ehtiyacı var. Bəyənmə düyməsini sıxın, qorxmayın, partlamır, qar uçqunu da yaratmır. Kanala abunə olun ki, Qarabağın növbəti qar sürprizlərini qaçırmayasınız. Yoxsa sonra deyərsiniz ki, kaş o vaxt abunə olardım. Kanala abunə olun ki, Qarabağın növbəti qarlı macəralarını görəsiniz. Yoxsa sonra deyəcəksiniz, qar yağdı, video getdi. Sağ olun, növbəti videolarda görüşənədək. Qarabağın qarı qədər ağ, dağları qədər möhkəm qalın. Sağ olun, hələlik. Unutmayın, qar əriyər, amma abunə qalır.